Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən 2025-ci il Güvən Nəşrləri Biologiya 2-ci hissədən genetika bölməsinin 16-cı sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, verilən çarpazlaşması zamanı fenotipə görə parçalanma necə olar? Epistaz mövcuddur. Baxırıq, birinci valideynindən qameti alırıq. Böyük C, kiçik A, sonra kiçik C, kiçik A. Digər valideyndən alınan qametləri isə burada yazıram. Kiçik C, böyük A, kiçik C, kiçik A. Baxırıq, alınanları tapırıq. Böyük C, kiçik C, böyük A, kiçik A. Kiçik C'lər, böyük A, kiçik A. Sonra böyük C, kiçik C, A, A. Bura baxırıq, kiçik C'lər, kiçik A'lar. Demək, nə zaman ki epistaz mövcuddur, böyük C ilə böyük A bir yerdə olduqda böyük C qaradır, A o qara geni bərabər paylanmasına mane olan gendir. Demək, bu zaman boz alınır. Nə zaman ki böyük C yoxdur, bu zaman ağ alınır. Nə zaman ki böyük C var, yanında böyük A yoxdur, qara alınır. Böyük C-nin olmadığı hər hal ağdır. Demək, baxanda görək ki, demək, nisbət nə cür oldu? 1 boz, 1 qara, 2 ağ. Demək, doğru cavabımız olur A variantı. 2, 1, 1 nisbəti.